Salam, hər vaxtınız xeyir olsun. Biz artıq Qazaxanımızdan bu qədər yığdıq və işimiz davam edir. Üç yolluları qoşduq və termometrləri, avtomatik hava fırjorlarını qurduq. Hər biri belə səliqədə. Evimizdə bildiyiniz kimi birinci, ikinci mərtəbə radiatoruna baxacaqdır və ikinci üç yollu isə birinci mərtəbənin istiponuna baxacaq və üçüncü isə bizim boilerimizə baxacaqdır. Ona görə ora üç yollu motor qoyulmayıbdır, ancaq devriyyə nasosu qoyulacaqdır. İndi isə devriyyə nasoslarını yığacaq. Belə bir səliqədə yığırıq. Allah ev sahibinə xeyir versin. Allah arzusunda olanlara da qismət eləsin. Hələ ki yığmışıq bu qədər. Bu da bizim genişlənmə çənlərimiz. Boilerimizi qoşacaq. Materiallarımız var. Devriyyə nasoslar hər biri. Baxın, belə bir səliqədə. İş təmiz gedəndə həqiqətən də adamın özü də həvəslənir. Bax belə kombimizdəki həqiqətən vallah düz deyirəm, Nobella kombisi əvəz olunmaz bir kombidir. Nobella 60 kilovatlıqdır. Biz hələ qoşmamışıq. İnşallah qoşacaq. Astıq hər birini hazır etdik. Bax belə, hələ ki sizlər də izləmədə qalın. İnşallah tamamlanandan sonra da sizinlə çəkib paylaşacağım. Videodan əgər sizlərə fayda vermiş olduqsa, videomuzu bəyənərsiniz və kanalımıza hələ də abunə deyilsinizsə, abunə olarsınız. İndi isə biz devriyyə nasoslarını qoşaq. Bu qədər hələlik. Allah amanda qalın.